Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın tərtib edilməsi və göndərilməsi barədə video təlimat. Arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib və təqdim edilir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki vergiyə cəlb olunan gəlirinin xərclər nəzərə alınmadan həcmini, onun keçən ilin vergiyə cəlb edilən gəlirində xərclər nəzərə alınmadan verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. Bu video təlimatda cari vergi ödəmələrinin hesablanması haqqında arayışın onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govaz portalına daxil olmaq lazımdır. Asan imza, Sima token və ya Sima imza gücləndirilmiş elektron imzaların birindən istifadə etməklə daxil olmaq lazımdır. Elektron kabinetə daxil olan istifadəçi ilk növbədə yeni pəncərədən ərizələr modulunu seçir. Daha sonra cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim olunması ilə bağlı yeni ərizə xanasına müraciətə uyğun arayışın adı yazılaraq axtarış edilir, yaxud hamısına bax düyməsi vasitəsilə yeni açılan pəncərədən müvafiq arayış forması seçilir. Açılan ekranda vergi orqanı, vergi ödəyicisi, arayışın növü, vergi dövrü və il ərzində seçdiyi metodun növü, həmçinin uçot metodu barədə məlumatlar avtomatik əks olunur. Sahibkarlıq subyektinin meyarı sətrində qeyd edilənlərdən birini seçməklə vergi ödəyicisinin hansı sahibkarlıq subyektinə aid olduğu proqram təminatı vasitəsilə avtomatik tərtib edilir. Sahibkarlıq subyektinin meyarı üzrə kiçik, orta və ya iri seçimi edildiyi halda uçot metodu kimi hesablama metodu avtomatik seçilir, mikro meyarı seçildikdə isə istifadəçi kassa və ya hesablama metodlarından birini seçə bilər. Cari vergi il ərzində müvafiq arayış Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun təqdim olunduğu halda, yəni əvvəlki hesabat dövründə fəaliyyəti olan vergi ödəyicilərinə münasibətdə il ərzində seçdiyi metodun növü sətrində avtomatik olaraq Vergi Məcəlləsinin 151.2-ci maddəsi seçilmiş vəziyyətdə olur. Cari vergi ödəmələrinin hesablanması bölməsində 290, 291-ci və 292-ci sətirlər avtomatik doldurulur. 293-cü sətir cari rübdəki vergiyə cəlb olunan xərclər nəzərə alınmadan gəlirin həcmi üzrə məlumatlar avtomatik inteqrasiya edilsə də düzəliş etmək imkanı cari rüb ərzində aparılan əməliyyatlarda dəyişiklik olduğu təqdirdə mövcuddur. 293.1-ci sətirdə cari rüb üzrə güzəşt və azad olmaların məbləği qeyd edilir. Qeyd, əvvəlki hesabat dövründə gəlirlər üzrə güzəşt və azad olma tətbiq edilməklə hesablanmış verginin məbləği xüsusi çəki hesablanması zamanı nəzərə alındığı üçün bu xana yalnız cari hesabat dövründə güzəşt və azad olma hüququ əldə edən vergi ödəyiciləri tərəfindən doldurulmalıdır. 294-cü sətirdə cari vergi ödəməsinin həcmi avtomatik əks etdirilir. 295-ci sətirdə azaldılmalı vergi məbləği nəzərə alınmaqla ödənilməli cari vergi ödəməsinin həcmi, mənfəət və gəlir vergiləri üzrə xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət, gəlir vergisinin məbləğləri nəzərə alınmaqla ödənilməli olan cari vergi məbləği qeyd edilir. Vergi ödəyicisinin yuxarıda qeyd edilən nəzərə alınmalı ödənilmiş vergi məbləğləri olmadığı təqdirdə 295-ci sətirdə, 294-cü sətirdə əks olunmuş məbləğ göstərilir. Arayışın göndərilməsi üçün aktivləşən imzala və göndər düyməsi sıxılmaqla arayış forması imzalanır və göndərilir. Qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün isə qaralamada saxla və çıx düyməsi sıxılır və arayış qaralamalar bölməsinə düşür. Ekranda əks olunan sil düyməsi sıxılmaqla arayış forması silinə bilər. İmzala və göndər düyməsi sıxıldıqdan sonra istifadəçinin bu əməliyyatdan imtina etmək imkanı var. İmtina düyməsi sıxıldıqda isə yenidən əvvəlki pəncərəyə geri qayıdılır.
İmzalama əməliyyatından sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun arayış forması və onun göndərilməsi barədə bildiriş əks olunur. Həmin pəncərədə çap düyməsi vasitəsilə arayış çap edilə, endir düyməsi vasitəsilə yüklənə bilər. Daha sonra bağla düyməsi sıxılır. İstifadəçi tərəfindən göndərilən cari vergi ödəmələrinin hesablanması haqqında arayış onun ərizələr modulundakı göndərilənlər qovluğunda əks olunur və bu hissədə arayışın statusu barədə məlumat qeyd edilir. Bu hissədən də istifadəçi tərəfindən endir düyməsi vasitəsilə arayış yüklənə, çap düyməsi ilə çap oluna bilər.